Həftəlik bürclər Oğlaq Boğa qız bürclərini 25 maydan 1 iyuna qədər nələr gözləyir? Birinci Oğlaqlardan başlayaq. Oğlaqlar əslində bu həftə pul həftəsidir. Yəni bu həftə kimlərdən pul gözləyirsinizsə və yaxud da pul olaraq, maddiyyat olaraq kimlərlə əlaqədar danışıq və işləriniz varsa, bunların hamısını stabilləşdirə bilərsiniz. Çünki bu həftə zaman o qədər zəif irəliləyəcək ki, sizin üçün şans yaradıram. Pul olaraq, maddiyyat olaraq yarımçıq qalmış gedişatlarınızı bərpa eləyəsiniz deyə. Və bu həftə dəstək olacaq, elə bir yardım gələcək sizə. Mənəvi, maddi, psixolojik fərqi yoxdur. Sizə olunan toxunuşlar sizin həyatınızda o zamanın dəngəsini, özünüzü beyin, düşüncə olaraq stabilləşdirməyə kömək edəcək bir vəziyyət yaradacaq. Sevgi ilə, şəxsiyyətlə əlaqədar qərarsızlıqlarınız çox olacaq və məncə elə ən böyük problemlərdən biri sevgi, şəxsiyyət, ailə ilə əlaqədar oğlaqların bu həftə dəngəsiz olmağınızdır. Bu həftə özünüzü tam stabil şəkildə apara bilməməyinizdir. Elə bilirsiniz, zamanı idarə etməyə çalışacaqsınız, amma bu zaman tam istədiyiniz sizin formada olmayacaq. Beyin, fikirlərdə, hər şeydə yarımçıqlıq formasında, belə deyim də, onu buna, bunu ona kaşa formasına apara bilərsiniz. Negativ həftə deyil, maddisal dəngənizi düzəldə bilərsiniz. Dəstək olunacaq bir formadadır. Şəxsiyyətlə əlaqədar, belə deyim də, istədiyiniz söz və fikirləri insanlara yönləndirə bilərsiniz. Bircə dənə problem odur ki, bu həftə çox emosionalsınız. Yəni diqqət, sevgi, nəvazi, istədiyiniz gedişat, istədiyiniz dəyəri, istədiyiniz zamanda sizin vacib olduğunuzu bildirməyəcəklər deyə biraz küskünlüyünüz olacaq. 81%-ə qədər oğlaqlar həftənizi uğurlu edə bilərsiniz. Boğalar isə bu həftə hər şey səbirsizliklə, əsəbiyyətlə idarə edəcəklər, bir sürətlənməli, sizi zamana doğru gücləndirməliyik, pulu çatdırmalıyıq, hər kəs məni görməlidir. İnsanlarda xoşa gəlməz elə bir bəzi şeylər səhv anlayacaq bir vəziyyətimiz var boğalar, düzəltməz. Dominantlığınız var, yolla məsafə ilə əlaqədar gedişatı dəyişə bilərsiniz, istirahət edə bilərsiniz, düşüncələrinizdə bir balaca elə bir ki, bu həftə hər şeydən küsəcəksiniz, hər şey sizə toxunacaq. Çünki sinirsel olaraq, nevroloji olaraq qapılarınız çox açıq vəziyyətdədir və özünüzü qidalandırmaq, özünüzü düzəltməklə bağlı problemləriniz olacaq. Ümumi dəyərləndirsək, sosiallığınız da yerindədir, pul maddiyatla bağlı biraz israf və məqamında olacağınız bir problemlər olmasına baxmayaraq, yenə də deyirəm, zamanın ən böyük səbirsizlik və psixolojik düşüncə və fikirlərin idarə olunmaz bir vəziyyəti sizi geriyə doğru çəkə bilər. Bunu stabilləşdirməlisiniz. Boğalar, ümumi dəyərləndirsək, 65, 69, 70%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma bu o deyil. Yəni elə bir vəziyyətdəsiniz ki, qarışıqsınız, çox tələsirsiniz hər şeyə, qaçırsınız, elə bir dalğıcı atlı düşmüş bir vəziyyət var. Qız bürclərinə gələndə isə qız bürcə keçmişin problemləri gələcəyə doğru gəlir. Keçmişdə şəxsiyyət ola bilər, maddiyyat ola bilər, sağlamlıq ola bilər. Keçmişdə nələri həll etməyib saxlamışsınız, onlar hamısı gözünüz aydın. Təzədən sizə qonaq gəlir bu həftə. Onları həll etməyə çalışacaqsınız və həll edəcəksiniz, narahat olmayın. Sadəcə olaraq bu həftə istədiyiniz pul, maddiyyat gəlir, aktiv deyil. Bu həftə yeni qapılar açmağa, yeni planlar, yeni bir düşüncələr qurmağa çalışacaqsınız. Və ən əsası bilirsiniz nə? Bu həftə kral kimi, kraliça kimi, belə deyim də, danışıqlarınızla, sözünüzlə hər kəsi valeh edə bilərsiniz. Bu sizdə var, çünki psixoloq kimi danışmağı, insanları idarə etməyi bacarırsınız mənəvi dəstək olaraq. Həftənin sonlarına doğru dizinizi yerə qoyacaqsınız. Bu demək ki, bəzi şeylər eləmirəm, hərəkət olaraq, təkan olaraq sizdən gözləyirəm kimi deyə addımlar. Övladlarınız və uşaqlarınız və yaxud da hamiləlik, ailə ilə, uşaqla əlaqədar bəzi problemlər ola bilər. Özünüzün yetməməzliyi, onlara çox zaman ayırmadığınız, onların sizinlə rəftar və danışıqlarında bəzi problemlər olduğunu hiss edə bilərsiniz. Ən çox da keçmişdən gələn yalan, keçmişdən gələn xəyanət, keçmişdən gələn bəzi gizliliklər olacaq ki, qız bürclər sizin ətrafınızda aktivləşmiş, üzə çıxmış bir vəziyyətdə olacaq. Pis həftə deyil, 72%-ə qədər uğurlu edə bilərsiniz, amma yenə də deyirəm, bu həftə özünüzü çox yormağa dəyməz. Nə maddi olaraq, nə mənəvi olaraq, nələrisə dəyişəcək bir qüvvədə deyilsiniz. Zamanla yavaş-yavaş hər şeyi idarə edə biləcək vəziyyətə keçəcəksiniz. Ən əsası həftənin sonlarında özünüzü o qədər ruhunuzu sakitləşmiş bir formada hiss edəcəksiniz. Çünki bilmirəm nəyə görə siz bilirsiniz, təbiət və heyvanlardan qidalanırsınız. Onlarla kontaktınızı gücləndirməlisiniz qız bürcləri.